Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet. İstəmərəm heç kəsin ağladığım, eləyim də. O sizdən asılı. Belə baxdım, birdən məndən necə hayqırtı çıxdı. Məndən necə hönkürtü çıxdı. Bir məliyirəm, ay Elşad, ay Elşad, ay Elşad, ay Elşad. İnanın ki, özümü öldürürəm də. Belə ağlayıram, heç olmayan kimi. Zöhrə xanım gəldi, oradan şey gəldi, hamısı gəldi. Ay Florana biraz özünə lalgina, neyini, yox, mən saxlamaq olar. Bir mənə bir sənə gəlib, partlayıram, belə partlayıram, elə biləm bu dəqiqə uşağım gələcək, bax, onun yanına əlim çatmır gedim, o məni çağırır. İnan, o yəni elə bir hissdir, orada, nə bilim, Mən ilk dəfə Şuşaya gedəndə də təsəvvür eləyin ki, elə bilirdim ki, normal, rahat gedəcəm də. O Şuşanın ki, mən axırıncı dəfə 89-cu ildə Şuşada olmuşdum, axırıncı dəfə. Ondan sonra Şuşada olmamışdım. Gedəndə elə bilirdim ki, elə 89-cu ildə necə görmüşəm, elədir. Təsəvvür edin ki, o dolamaları ki, maşın qalxdıqca, elə bilirdim ki, o qayalarda əskərlərin ayağının səsi gəlir. Bax, orada görsənirləri deyirəm, bax, orada. Kişinin navlinasını qaldırdım, şoferin. Yəni, o qədər mən... Qubadlı ilə Şuşaya gedənlər. Ən çox deyir, Qubadlıya deyir, dayanmadan, o gecə çox deyilədilər. Yəni, o elə bir hissi ki, o hissi dilə gətirmək. Saxlaya bilmirsən, belə özümü sıxdım. Birdən məndən deyirəm də, birdən belə açıldı, necə... Belə hayqırıram, mənim səsimi kəsmək olmurdu. İnan ki, dayı, Zöhrə xanım gəldi, qurban olun, başıma dönün Flora. Özvə lalgina, neylə, analar gəldi, hamısı. Yox, heç sakit ola bilmirəm, çağırıram, eləcə balamı məliyirəm, çağırıram. Flora, mən sizə demişəm də, mən əslən Füzuli rayonundanam, orada doğulub, orada böyümüşəm, oradan didərgin olmuşuq biz 92-ci ildə. Mən bir dəfə getdim rayona, normal şəkildə, belə adi, heç nə hiss eləmədim, heç nə duymadım. Belə də sərbəst getdim, gəldim. İkinci dəfə gedəndə, o Füzuli sözü yazılmışdı. Ora çatanda mənim mələrtimidir, siz yanımdaydınız. Məni saxlamaq qeyri-mümkün idi. Mənim uşaqlığım orada keçmişdi. Gəncliyim orada keçib, orta məktəb orada getmişəm, atalı, analı günlərim hamısı orada olmuşdu. Getdim, heç nə, məhəlləmizi belə tapa bilmədim, evimizin yerini belə tapa bilmədim, oxuduğum, təhsil aldığım məktəbi belə tapa bilmədim. Əlləri ilə mənə göstərirdilər ki, Vəziyə xan, bax, bu sənin oxuduğun 3 nömrəli Natəvan məktəbidir. Bizim məhəllədən keçəndə orada 8 illik orta məktəb var idi, onun qabağında bir bulaq var idi. Məktəb tamamilə sökülüb dağılıb, bir dənə o bulağın bir nişanəsi qalıbdır. O nişanədən bilinir ki, bu 8 illik məktəbdir. Mən də deyirəm ki, bax, bu məktəbin qabağı ilə düz gedəndə gedirdik bizim evimizə çıxırdıq. Amma maalesef mən gedib evimizi belə tapa bilmədim. Bütün ümidlərimiz puç oldu. Allah igid oğulların məkanların cənnət eləsin. Salam, dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. İgid qəhrəman bir oğlun ev muzeyindən. O ev ki, igid oğlumuz bax bu evdə doğuldu, dünyaya gəldi. Qəhrəman bir vətənpərvər oğul kimi böyüdü. Sizlərlə tanışdırmaq istəyirəm. Bizim qəhrəmanımız Əskərov Fərid Ərəstunoğlu. 21 may 1996-cı ildə vətənpərvər hərbiçi bir ailəsində dünyaya göz açdı. Mən İlhamə xanımın danışdıqlarını sizlərin nəzərinə çatdırmaq istəyirəm ki, Fərid necə vətənpərvər bir oğul olub. Fərid atasının davamçısı oldu. Fərid Xocalının, Xankəndinin, Doğma Qarabağın qisasını alan oğul oldu. Və 44 günlük vətən müharibəsi başlayarkən Ali Başkomandanın çağırışına səs verərək könüllü olaraq cəbhəyə yollandı.
Uzun bir döyüş yolu keçdi mənim qəhrəmanım və qəhrəmanlıqla, şücaətlə döyüşərək 4 noyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Bütöv Azərbaycan səninlə qürur duyur, mənim qəhrəmanım. Bizim düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı, suverenliyi uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan bütün igidlərin ruhu qarşısında ehtiramla baş əyirəm. Vətən sağ olsun dedilər. Sinəsini düşmən gülləsinə sipər etdi Fərid kimi oğullarımız. Mən elə istəyirəm o qəhrəman oğlun anasını sizlərə təqdim edim, İlhamə xanım. İlhamə xanım o analardandır ki, övladının beşiği başında ona vətən üçün laylay dedi. Laylay deyərək onu vətənpərvər böyütdü. Hərbiçi ailəsində böyüyən Fəridin çox böyük arzuları vardı. Ən böyük arzusu doğma Qarabağımızı azad görmək. İgid oğul, ruhun şad olsun. Bugün doğma Qarabağımız azaddır. Bugün doğma Qarabağın hər bir güşəsində uğrunda canınızı fəda etdiyiniz üç rəngli bayrağımız qürurla dalğalanır. Elə mən istəyirəm ki, İlhamə xanım da Fəridli günlərindən az da olsa bizim izləyicilərimizə məlumat versin. Buyurun İlhamə xanım. Mənim oğlum Fərid çox vətənpərvər oğul idi. O orta yaş məktəbə gedəndə, düzdür, Şəkidə getdi, 11 saylı məktəbi orada bitirdi. Uşaqlıq illərin 4-cü sinifəcən oradan köçdük. Biz atasının işi ilə əlaqədar olaraq Lənkəran şəhərinə köçdük. Orada 11 saylı 6 nömrəli məktəbdə, liseydə təhsil aldı. Hər zaman Xocalı faciəsi il dönümləri keçiriləndə orada iştirak edirdi. Çox çətinliklə olurdu, o da çox pis olurdu çünki torpaqlarımız azad deyil idi. Amma bu illər indi şükür ki torpaqlarımız azaddır. Hətta onu müharibəyə gedəndə heç kəsə demədi belə. Könüllü yazıldı. Səhər onu ayıltmağa gedir. Yuxudan dedilər ki, ayılt gedir, maşın gözləyir. Mən girdim içəri, baxdım uşağa, oğluma. İstəmədim onu durğuzum. İnanın ki, o dəqiqə ayıldı. Dedi, ana, avtobus gedirsən, mən niyə çağırmırsan, niyə məni saxlayırsan, çağırmırsan, mən gecikdim axı. Dedim, yox, səni hələ ki gözləyirlər. Getdi. O orada, burada da şəkil var, o müəllimidir. O müəllimidir, onun hərbi müəllimidir. Onunla bir yerdə döyüşdülər. Fəriddən qabaq o şəhid oldu. Sonra da oğlum vətən sağ olsun. Oğlum həqiqətən də bir qəhrəman böyütmüşük hamımız. Biz ancaq bilməmişik. Biz indi balalarımızla fəxr eləyirik. Hamı indi o torpaq azaddır. Başımız da ucadır. Hara gediriksə, balalarımız uca elədi hamının başını. Vətənimizin, elimizin oğlanlarının, anaların, bacıların, hamının. Vətən sağ olsun. Sizlər də sağ olun. Çox sağ olun. Allah sizlərdən razı olsun. Bizləri unutmursunuz. Raziyə xanım, çox sağ olun. Siz sağ olun. Allah sizləri var eyləsin. Sizlərə can sağlıq arzulayıram. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Var olsun. Dəyərli izləyicilərimiz, elə İlhamə xanıma dəstək üçün bizim bir qəhrəman oğlumuzun da anası gəlib. O oğlu ki, qəhrəmanlıqla Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. O oğul ki, ali təhsilini yarımçıq qoyaraq vətən dardadır deyə silaha sarıldı. Elşad Əliyevin anası Flora ana yanımızdadır. Hər zaman çalışır ki,
44 günlük vətən müharibəsində, Tovuz döyüşlərində, antiterror əməliyyatları zamanı qəhrəmanlıqla, qisas əməliyyatında qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igid oğulların analarının yanında olsun, onlara mənəvi dəstək olsun. Flora ana ilə bizim bir ağbirçəyimiz kimi hər zaman yanımızdadır. Çalışırıq ki, biz də ona öz hörmət ehtiramımızı belə bildirək. Flora ana, buyurun. Çox sağ ol Raziyə xanım. Allah sizə razı olsun ki, bugün məni belə gözəl bir oğlum evinə qonaq gətirmişsiniz. Mən onun işığına gəlmişəm. Onun anası İlhamə qızımla tanış olmuşam. Xalası Kəmalə xanımla tanış olmuşam. Allah sizdən razı olsun. Bəli, mən bura çox belə qürurla gəldim. Nəyə görə qürurla gəldim? Bəli, mənim oğlum Əliyev Elşad 1993-cü il Ağdamın Şelli kəndində şəhid olubdu. Bəli, ancaq mən bu 44 günlük müharibənin şəhidləri ilə fəxr edirəm. Nəinki şəhidləri, əskərləri ilə, o müzəffər ordumuzla fəxr edirəm ki, bizim balalarımızın qanını yerdə qoymadılar. Onların qısasını aldılar. Alnımız açıq, ürəyimiz geniş, o torpaqlara əyaq asa bilirik. Hansı ki, 30 il idi biz o torpaqlara həsrət qalmışdıq. Allah orada 44 günlük müharibədə, antiterrorda, qisas əməliyyatında şəhid olan bütün şəhidlərimizin hamısının məqamını uca eləsin, ruhunu şad eləsin. Onlar hamısı bir qəhrəmandır. Bəli, Fərid oğlum da körpəlikdən hərbiçi ailəsində böyüyüb, o hərbinin nə olduğunu bildiyinə görə, ona görə elə o qəhrəmancasına böyüyübdür. Onun o qəhrəmanlığı içərisində olub ki, o könüllü gedib, yazılıb, təzdən vətən dardadır deyən vətənin xilasına gedibdir. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Ana, Allah sizə də səbir dözünü versin. Fərid bir sizin balanız deyil. Fərid bütün Azərbaycanın balasıdır. Bəli, şəhidlər bir dənə bizə aid deyil. Onlar bütün Azərbaycana aiddir. Onlar hamımızın balasıdır. Çünki hər gün mən səhər dua eləyəndə deyirəm, ay Allah, özün bütün şəhidlərimizi rəhmət elə günə. Çünki nə? Çünki onlar həqiqətən gözəl bir zirvədə, şəhidlik zirvəsindədir. Biz qürur duymalıyıq ki, biz elə qəhrəman igidlərin anasıyıq. Allah Raziyə xanım sizə də can sağlığı versin. Həmişə bizim yanımızdasınız, bizlə bərabərsiniz. Mən də sizin sayənizdə bu evləri ziyarət edirəm. O ailələrlə görüşürəm, tanış oluram. Çox qürur verici bir hadisə olur. Allah sizə can sağlığı versin. Çox sağ olun Flora ana, biz sizə təşəkkür edirik. Bəli, igid qəhrəman oğullarımız 44 günlük vətən müharibəsində, antiterror əməliyyatları zamanı da qəhrəmanlıqla döyüşərək əmilərinin, dayılarının, babalarının qisaslarını aldılar. Ali Başkomandanın ətrafında dəmir yumruq kimi birləşdilər. Ali Başkomandanın müdrik siyasəti, igid qəhrəman oğullarımızın, rəşadətli müzəffər ordumuzun gücü sayəsində bugün torpaqlarımız azaddır. Biz sizinlə qürur duyuruq, igid oğullar. Və bugün bizim yanımızda hala ana yarısıdır deyirlər. Biz az öncə söhbət edən zaman Kəmalə xanım Fəridli günlərindən danışdı. Fəridin necə zarafatçıl olmağını, onlarla necə zarafat elədiklərini, necə bir mehriban igid oğul olmağından danışdı. Elə istəyirəm ki, Kəmalə xanım da öz ürək sözlərini bizim izləyicilərimizə çatdırsın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən Fərid balam da onun içində. Fərid bir başqa aləm idi, o qədər mehriban idi, o qədər gülər üzü idi. O, hətta o könüllü gedib yazılmışdı, o gülə-gülə getdi o müharibəyə. Onun yanında döyüşən dostları gəlib ondan danışanda ki, o uşaq bir dəfə bir qaşqabaq tökmədi, bir su tabanda hamı ilə bölürdü, çörək tabanda hamı ilə bölürdü. O qədər mehriban, gülər üzü uşağı olub o. Çox başqa aləm idi Fərid. Allah bütün şəhidlərə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Allah bacıma da səbir versin. Bütün şəhid analara səbir versin. Çox sağ olun. Sizə təşəkkür edirik. Bəli, qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Doğma Qarabağ uğrunda, ərazi bütövlüyümüz uğrunda igid oğullarımız qəhrəmanlıqla döyüşərək vətən torpaqları uğrunda şəhidlik zirvəsinə ucaldılar. Allah bütün şəhidlərimizin məkanını cənnət,
məqamını uca etsin. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandamız. Çəkilişi apardığı üçün Zəfər TV kollektivinə də öz təşəkkürümü bildirirəm. Zəfər TV.az saytının bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Uğur Yolu TV.az saytının əməkdaşlarına minnətdarlığımı bildirirəm. Dəniz xanım çox sağ olun, var olun. İyi doğurlar, ruhunuz şad olsun, vətən sağ olsun. Qarabağ Azərbaycandır.